Salam əziz şagirdlər. Bugünkü video icazda sizə 9-cu siniflərə aid 12 oktyabrda keçirilən OTK-nın buraxılış sınavının izahını verəcəm. Siz də bu cür dərs videonun izahını gəlmək istəyirsinizsə, kanalımıza abunə olub, bəyənib, paylaşmağı yaddan çıxarmayın. Deyir, ancaq əşya adı bildirən sözlərdən ibarətdir. Yəni, isim olsun deyir. A-nı saxlayaq. Sənət tükənməz xəzinədir. Sənət isimdir. Tükənməz sifətdir. Xəzinə isimdir. B getdi. Bizə hamısı isim olsun. Nikbinlik isimdir, böyük insanların sərvətidir. Böyük sifətdir, insanla sərvət isimdir. Qəzəbin isimdir, dərmanı susmaqdır. Susmaq məstərdir. Həsəd dəhşətli xəstəlikdir. Həsədlə xəstəlik isimdir, amma dəhşətli sifətdir. Cavab burada A-dır ki, səbir də, ağlın da xəzinəsidir. Bu üç sözün üçü də isimdir. Nöqtələrin yerinə hansı söz əlavə olunursa, nümunə məcazi mənalı olar. Hamısında ürək döyünür, ürək sağlamdır, ürək müayinə olunur, ürək sol tərəfdədir, həqiqi mənada. Amma ürək getdi frazoji birləşmə əmələ gətirir və amonim frazoji birləşmə olur ki, biri var ürəyə getmək, xoşu gəlmək mənasında, bir də ki, ürəyə getdi, yıxıldı, bayıldı bu mənada. Yerinə görə hansı sözlər mənsubə və hal şəkilçili isim hesab etmək olar? Vətənin, sənin vətənin mənsubiyyət, vətənin gözəlliyi yiyəlik. Hal və mənsubiyyət kimi götürə bilərim. Onun vətəni uzaqlardadır, məsəl üçün. Vətəni, mənsubiyyət, bir də vətəni sevirəm. Nəyi? Vətəni təsiriyal. Oxumağın məstərdir, bizə isim deyir. Üç olanlar ilə silirəm bəri başdan. Qarabağımıza da ancaq yönlü yaldı. Hal kimi düşünə bilirəm. Axırıncı şəkilçiyə görə götürürük. Bir də 4 olar ki, çaydanı qırdım. Nəyi? Çaydanı təsir yal. Bir də sənin çaydanı yerə qoydu. Sənin çaydanı, onun çaydanı məsəl üçün bizdədir. Bu da mənsubə şəkilçisi kimi. Klasteri tamamlaya bilən sözləri seçin. Qazdı sözü kökü amonimdir. Amonim kimi işlənə bilmir. Aş amonimdir. Biri var ki, yediyimiz yemək aş, bir də haransa aşmaq, keçmək. Aş sözü, uşaqlar, nəsə yıxılmaq, dağılmaq deyil. Aşmaq nəyəsə keçmək, hasarı aşmaq, bir yeri aşıb ötmək. Gəlir sözü gəlməkdən gəlir olsa, bir də gəlir indiki zamanda, bunlar amonim olmaz. Süzmə vurğusuna görə fərqlənən sözdür. 2-3-dür cavab, Y variantı. Görüş də bir isim kimi, bir də fiil kimi amonim hesab olunur. Hal şəkilçisi qəbul etmiş hansı sözlər isim deyil? Vətəndir, günəşdir, isimdir. İgid sifətdir, qoca sifətdir. Çox rahat sualdır, yəni çox rahat sualdır. Daha sonra 6-cı suala baxaq. Qalan sahitlərin sayı ilə kar samitlərin sayı bərabər olan sözləri müəyyən edin. Biz tələffüzə görə baxmalıyıq. Saatlar sözünün tələffüzündə bir-bir baxaq. A-nı biri düşür, saatlar. L-dıya keçir də. Deyir, qalan sahitlərin sayı ilə kar samitlər. Kar bir dənə t-dır, bir dənə s-dır. 2 dənə kar, 2 dənə də qalan sahit. Demək, sayı bərabər olur. Biri böldür. Armudluq, armudluq, armudluq. Armud d-tıya keçir. Bir kar. L-dı olur, qı-da x olur. Armudluq. Armudluq, armudluq meyvədir. Burada da olacaq. Nə deyir? Bərabərdir. 3 dənə qalan sahit var, amma 2 dənə kar samit var. 2 getdi. Bir olmayanları da sildik. Cavab yəqin ki, 1-5-dir. Bir dənə 5-ə baxım. Sonrakı sözündə s ilə k qalındır. 2, sonrakı. Mən burada harca səhv getdim. Kar samitlərin sayı bərabər olan sözlər. Qalan sahitlərlə kar samitlərin sayı. Palıtdıq. Palıtdıq sözündə p kardır, d t-dır. Palıtdıq. Q x-dır. 1, 2, 3. 2, 3, 4-də də baxım. Yəqin ki, Y olar. 4-də də sapsarı. Y yox, üzr istəyirəm. 1, 2, 2 olmayacaq. 2-yə təzən qayıdacam.
Sapsarı sözündə də p ilə s çıxardı. Burada uyğun gəlmir. 5-də də olmayacaq. Cavab A olacaq. Armudluq meyvədir. Armudluq kompot, armudluq. Gəlin birən bu testə təzədən baxın. Saatlar dedik biri birdir. Qalan saatlərdən kar saatlərin sayı bərabər olsun. Armud dt olur, ld olur, x. 2 dənə karı var. 3 dənə də qalan sait var. Onca 2 olmayacaq da, getdi. Palıqlıq sözündə də ld-ya keçir, t-ya keçir, 1 kar, p da 2 kar, q-da x 3 dənə kar, 3 dənə qalan sabit. 1, 3, sapsarı, s1, p2, s3, 3 dənə də burada, 3 dənə sabit var. B variantı da bəli. Mən bayaq nəsə fikrimdən qaçıb. Sonraki da 2 dənə karı var, amma 3 dənə qalan sait var. Belə. Baxaq 7-yə. Video çəkilim. Hecaları ayrıla bilən, ancaq sətirdən sətrə keçirilə bilməyən sözləri müəyyən edin. Baxaq. Tip sözü hecəyə ayrılmaz. A getdi. 4 sözü də hecəyə ayrılmaz. Vəzn sözü də hecəyə ayrılmaz. Və sətirdən sətrə keçirə bilməyən. Asan, adi, bəli keçirilir amma. Məsələn, bunlar hecalara ayrılsa da sətirdən sətrə keçirmir. A keçirilə bilməz, adi keçirilə bilməz. Amma bəli, sətirdən sətrə keçir deyə, baxaq deyə, elan hecaya ayrılır, amma sətirdən keçirilə bilməz. Sətirlərə ötürmək olmur. O olur, bu da ayrıla bilər. Əhəng, amma bunlar sətirdən sətrə keçirilmir. Ona görə cavab D variantıdır. Cümlələrdə altından xətt çəkilmiş sözlərlə bağlı uyğunluğu istəyir. Güc müdafiə zamanı deyil, hücum zamanı bilinir. Bir-bir antonim sözlərdir. Bir-birə sinonimdir. Hücum zamanı. Vaxtımın əksəriyyəti təhsilə azı istirahətə xərclənir. Geridə gələnlər irəlidəkilərə çatdılar. Vətəni qorumaq, müdafiə etmək müqəddəs işdir. Qorumaq, müdafiə etmək bir-birinə sinonim ola bilər. Burada 2 dənə söz altına xətt çəkilib. Yəqin ki, müdafiə, hücum. 2-yə məsələn yazacaqdır. Həqiqət bir daş qədər sərt, bir qönçə qədər yumşaqdır. Sərt, yumşaq. Birə məsələn Y yaza bilərik, antonimdir. Müdafiə, hücum. Birə məsələn A ilə Y yazsaq, 2-yadır. Cavab olacaq D variantı. Geri zərfdir, irəlidəki sifətdir. Buna görə bunlar sinonim olmaz. Sinonimlər, antonimlər, çoxmənalı sözlər yalnız eyni nitq hissəsi olmalıdır. 9-a baxaq. Hansı bəndəki sözlərin sonuncu hecası ancaq sahitdən ibarətdir? Sonuncu hecası. Ancaq sahitdən ibarətdir. Baxaq. Daşlı. Samit də var. Bibi samit də var. İbtidai, əmtə, mənbə, samit də var. Qala samit də var, la keçir. Səthi samit də var. Bir dənə qaldı burada B variantı. Baxaq 10-cu suala. Hansı sözün mənasının izahı səhv verilmişdir? Redaktə etmək hər hansı bir mətni yoxlamaqdır, düzdür. Fövqələrdən saxlayaq. Passivizm hər cür müharibəni inkar edən siyasi cəryan, düzdür. Ünvan böyük dənizdir, dəryadır, düzdür. Vüsətdir, genişlik, yəni vüsət almışdır, genişlənmişdir. Fövqələrdə isə adi sıradan deyil. Fövqələrdə qeyri-adilikdir, yəni daha geniş, daha ətraflı. Yəni adi sıradan mənasını vermir. Yəni fövqələ bəşər var, o sözlərə yaxın. Ona görə cavab B variantıdır ki, səhv verilmişdir.